Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve haza kitabun enzelnahu mübarekun. Fettebi'uhu vettegû leallekum turhamun. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, her birinizi tekraren bu güzel, mübarek Ramazan ayında Qədrin ehya gecelerinin son gecesinin gününde ve cümle gününde Allah'ın evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla sizleri salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan arzum budur ki Allah Teala bütün olunan ibadet, itaat, Allah'a yalvarışlarımız, dualarımız Allah tarafından kabul olsun. Ve Allah Teala bize kısmet eləsin bu güzel Ramazan ayının bayram namazını kıla bile bir yerde inşallah. Ve Allah Teala bizim dualarımız ki etmişi özümüz için hususiyle de iman, günahlarımızın bağışlanması, vətənimizin düşman pisliklerinden korunmasını için dualar etmişi Allah Teala bizim dualarımızı eşitsin inşallah. Ve inşallah gelen il tekraren Ramazan ayında ibadet ve itaati her birimize sağlığıyla, salamatçılığıyla nasip karar versin inşallah. Doğrudan da muhteşem günler, əzəmətli günler, saatler, gecesi olsun, gündüzü olsun, insan için bir mənəvi bir alem, güzellik, Allah'a yakınlaşmak, Allah'la rabitede olmak ve Allah'a yalvarmak ve ondan istemek ve insan sanki özüyle Allah arasında bir irtibat kurur, bir rabite kurur ve onunla da aleykümselam, onunla da ister ki devam etsin öz hayatın. Allah Teala her birimize o cür hayat sürmeyi kısmet karar versin. Zaten Allah Teala biz insanları özü için yaradı, yani sevip yaradı. Ve hatta yaradıp bendesine bakanda Kur'an-ı Kerim'de buyurur ki لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي اَحْسَنِ تَقْوِيمٍ Ben insana en güzel bir biçimde halk ettim. Yani bizi en güzel bir şekilde görmek ister Rabbimiz. Her zaman bizim güzel olmağımızı, imanlı olmağımızı, onu hak bilerek onun yolunda adımlamağımızı istiyor. Bundan da əlavə insan Kur'an'a ne kadar yakın geçse ve Kur'an-ı Kerim'i ne kadar çok okusa, onunla irtibatın, əlaqəsin Kur'an'la kursa, bilavasitə Allah'a çatmaq için bize Allah Teala vasitə olarak yer üzerinde Kur'an-ı Kerim'i koyup, Allah Teala hiçbirimizi o Kur'an'dan ayrı salmasın. Ve her zaman ömrümüzün ahırına kadar Kur'an'la beraber olmağı bizim her birimize kısmet eləsin. Bugün de cümle günüdür, duaların kabul olunan bir günüdür. İnsan, Müslüman, Allah evinde, Ehl-i Beyt'in kapısında, ellerin kaldıra Allah'ın huzuruna, bu cür duadırlar ki, Pərverdigar-ı aləm, mən gəlmişəm təkrarən sənin evində, dəst namazlıyam, üzü qibləyə oturmuşam, ilahi sən məni tanıyırsan, səndən yaxşı məni tanıyan yoxdur. Ya Rabbim, gəlmişəm ki, dualarımı qəbul eləyəsən. Xoş o insanın halına ki, insan eləyə bilər ibadəti ilə, əməlləri ilə xüsusilə də. Doğrudan da bir imkan verilib insana. Vallah bu belədir. Gözümüzün önündə gedir. Çox imkanlı insanlar görmüşük. Her zaman onlara təklif olunanda, aramızda bəzi insanları tanıyanda belə, onlara bir təklif verəndə, onlara bir şey deyəndə, eləyərik, olar, eləyərik, namaz qıl, eləyərik, hələ vaxt var, cavanıq. Bu şəkildə tamam görsən ki, bir şey baş verir ki, o bu dünyadan köçür. Əlindən gidir hər bir şey. Əli boş gidir Rabbinin huzuruna. Ona göre Allah Teala buyurur, Kur'an'dan yapışın. Çünkü en güzel dünya ve hayat, ahiretin yaşam terzini ve kıyamet gününde yüzü ağ olmak için Allah Teala bizim için bir kitap gönderip. Neyse ki geceler biz 3 geceydi Allah'la dua edirdik Pərverdigar-ı aləm. Bu Kur'an'ı benim için göndermişsen ilahi. Bundan sonra istifade etmek için bana güç ver. Öyle. Daha onunla yapışım o Kur'an'la.
İlahi, bu Qur'anı məndən öz aranda bir vasitə qoymusan. İlahi, Peyğəmbəri məndən öz aranda bir vasitə qoymusan. İlahi, Peyğəmbərdən sonra Əhl-i Beyti məndən öz aranda bir vasitə qoymusan. Yəni, bunlar müəllimlərdir, öyrədicidir. Bir müəllim ki, səni haqq yola dəvət edir, səni düzgün yola dəvət edir, sənin istəməyək ki, sənə bir şey ola bu dünyada. Çünki Allahın buyurduqlarına əməl edərək insanı başa salmaq istəyir. İnsan bu dünyada nə vəzifəli də ola bilərsən, imkanlı da ola bilərsən, cavan da ola bilərsən, güclü də ola bilərsən. Amma Allah Teala ilə bir yerdə olsan, elə bir ki, nə qədər gözəl olmuş olursan, dərk edirsən Allah Teala'nı. Allahın huzurunda onun əzəmətin vəsf edirsən və öz cılızlığını, acizliyi ola, imkanın ola, o cavanlığın gücün ola və yaxud da maddi cəhətdən güclü ola. Amma onunla bərabər mənəviyyatın olsun. Onunla bərabər sən İslamda ol, İslam dinində ol. Bəzən dünyaya o qədər yapışarsan ki, ahirətin əlindən gedər. Bəzən elə dünyaya o qədər yapışarsan ki, bu dünyada da çox insanlar görmüşük, bir araya qədər həmişə yaxşı gedir. Ondan sonra insan təəzzülə uğraya bilir. O da əməllərinin düz olmamasının, səhvinin ucubatından. Allah Teala Qur'an-ı Kerim buyurur ki, mən qoymuşam sənin üçün bunu, sən xilas olmaq üçün. Peyğəmbər, Qur'an, Əhl-i Beyt, onların davranışı, onların tərzi, bu dünyaya baxışı və sən də o cür ol, müsəlman, o cür ol, nicat tab. O cür ol, gözəl ailə sahibi ol. Düzdür, asan deyil, indiki dönəmdə çətindir. Övladları tərbiyə etmək, nəvəni tərbiyə etmək, cavanları tərbiyə etmək, amma məsuliyyətdir boynumuzda. Allah haqq qoyub bizim hər birimizin boynumuza valideynsən. Çünki sən valideyn dəyərivi Allah Teala səni özündən sonra yazır Qur'an-ı Kerimdə. Yəni səni dəyər verir. O dəyəri qiymətləndirmək üçün nə edir? Deyir, övladlarına tərbiyə ver. Zəhmət çək ondan. Qışqırar, eybi yoxdur. Küsər, eybi yoxdur. Amma sən çalış. Gözəl bir ədəblə, gözəl bir əxlaqla, gözəl bir insani xüsusiyyətlərlə sən onu tərbiyələndir. Gələcək onun əlindədir. Və Allah Teala bizim üçün boynumuza haqq qoyur ki, biz övladlarımızı gözəl tərbiyə eləyək. Və qabaqda bizi böyük bir imtihanın gözləntisi var. Biz o imtihandan keçməliyik. Və bizim inanc yerimiz Qur'andırsa, biz Allah Teala'nı haqq biliriksə, bir gün gələcək ki, bir zaman gələcək ki, çox keçməz bu imtihana biz hazır olmalıyıq. O imtihan çətin imtihandır. Allah Teala o imtihanda hər birimizi üzü ağ çıxmaqda kömək olsun. Və xüsusilə də özümüz, balalarımızla, ailəmizlə qiyamətin günündə xəcalətli olmayaq. Muhammed və Ali Muhammed salavat zikr eləyək. Sözümün əvvəlində Ən'am surəsinin 155-ci ayəsi Teala Allah buyurur və həzə kitabun ənzəlnahu mübarəkun fəttəbi'uhu vəttəqu ləalləkum turhamun deyir. Bu bizim nazil ettiğimiz mübarek bir kitaptır. Ve hâda kitabun enzelnâhu mübarek. Bu bizim, Allah Teala buyuruyor ya peygamber insanlara bu cür buyur, müminlere bu cür hitap et. Bu bizim gönderdiğimiz mübarek bir kitaptır ki enzelnâhu sizin için nazil etmiş. Yani bizim içindir o bu kitap. Fettebi'uhu. Buna göre de ona tabi olun. Neye? Kitaba tabi olun. Onun içinde olanlara bizim borcumuzdur ki kitabın içinde, Kur'an'ın içinde olanlara tabi olmak şerti var. Vetteku, korkun Allah'tan, takvalı olun. Leallekum turhamun. Rəhm olmaq istəyirsinizsə, Allahın mərhəmətini qazanmaq istəyirsinizsə, Allah tərəfindən bağışlanmaq istəyirsinizsə, Allah müteal buyurur ki, Peyğəmbər, mən onlara bir kitab göndərmişəm. Onun adı Qur'an-ı Kerim'dir və onu onlar üçün göndərmişəm. Möminlər üçün, müsəlmanlar üçün göndərmişəm. Vəttəbi'uh, ona tabi olsunlar. O əmirlər ki var, yəni orada yazılan düsturlar ki var, ayələr ki var, onları bəyan etmişəm onlar üçün. Onlar o ayələri oxuyub ona əməl etsinlər. Mən ona əməl etməliyəm. Mənim borcum odur.
Əməl etməsəm, onu oxusam, üstündən keçsəm, həyatım təlatümə düşəcək. Bəzən də buna fikir verməyib, başqa bir işlərlə məşğul ola bilərəm. Ola bilər, mən yaxşı pul qazana bilərəm. İmkanım olar bir qədərində. Hamı da eyni bir şəkildə gedmir. Həyatda biz hamımız şahidiyik. Bəzən birinin əlində 5 il, bəzinin əlində 10 il, bəzinin əlində 20 il. Amma bir zaman tənəzzülə uğramaq bir şeyi var, əddi var. O tənəzzülə uğraya bilir. O tənəzzülə uğrayanda insan o ki ayağı büdürüyür, onda Allah yadına düşür. Niye o 20 il müddətində yadıma düşmədi? Niye o firavan olan vaxtında yadıma düşmədi? Niye o zaman sen Allah evini yada salmadın? Niye sen kasıbı yada salmadın? Niye qonşuvu yada salmadın? Niye senin elinden, obandan, qohumundan, qardaşından, bazından olanları yada salmadın? Ve elə insanların arasında danışdın ki, bu mən qazanmışam. Allah Kur'an'ında başka cür deyir. Sen deyirsən ki, iddia edirsən ki, bu mənim qazancımdır, mənim zehnimin, mənim əməyimin bəhrəsidir. Allah Teala başqa cür deyir. Deyir, yox, onu mən sənə vermişəm. Səni digərlərindən fərqləndirdim və səni sonra imtihan çəkməyə başladım. Deyir, bəni Adəm övladları, hər birinizi bir ata və bir anadan yarattım. Və siz dünyaya tamamen boş, çılpaq gəldiniz. Gələndən sonra siz ehtiyaclı idiniz. Ehtiyaclı olan vaxtı ata və anayın ürəyinə sizin məhəbbətinizi saldım. Sizsiz nəfəs almamağa başladılar. Sizi sevməyə başladılar, əzizləməyə başladılar. Özləri yemədilər, sizə verdilər. Və sizi boya başa çatdırdılar. Sonra deyir, sizə ağıl verdim, ağıl. Və bəziləri bizə aramızdan, yəni insanların arasından bəzilərindən fərqli, biraz daha çox imkan yarattım onlara. Necə ki, mən sizi yarattım, o gözəlliyi ki sizə verdim, o gözü ki verdim görmək üçün, ağlı ki verdim başa düşmək üçün və səni digərlərindən fərqləndirdim, maddi cəhətdən, görüm sən də uf demədən başqalarına verə bilirsənmi? Ya, yox. Bunu verən Xaliq mənəm. Və sən də eləyə bilirsən. Allah üçün buyurur mu Quran-ı Kerimdə? Allah üçün bir iş görün. Çox insanlarımız bunu təkrar deyəndə bəzən insanın qəlbinə yatır. Xüsusən də bu mübarək cümə günündə, bu Ramazan ayında. İnsana xoş gəlir bəzən də. Deyir, nə oldu bəs axı, yaddan çıxartdın. Tez yapışsın ondan. Allah müteala buyurur ki, sən mənim yolumda onu xərcləsən, əlbəttə ki, israf etməmək şərti ilə, ha? Tamam sonra özüm ehtiyaclı olmamaq şərti ilə, ha? Yəni onu deyir ki, sən başqa bir yerlərə, Allahın sevmədiyi bir yerlərə xərcləyirsən, uf da demirsən. İsraf edirsən, özün ailənlə uf da demirsən. Bəzən lazım olmayan bir şeyləri alırsan, sonra da onları kiməsə, mənim gözüm görməsin, onu verin qutarsın da. Amma ona yüzlərlə insan var ki, çörək tapa bilmir. O qədər cavan uşaqlar ki var, məktəbə getmək üçün paltar tapa bilmir, əzizlərim. Qonşumuz var ki, acdır, yemək yeyə bilmir. Nə oldu sənin ürəyin? Ona sığınmadı, onu eləmədin, ona qıymadın. Dedin, bu mənim qazancını özü bilər. O da eləyə bilirsə, qazana bilirsə, o qazansın. Ağlı varsa, o qazansın. Allah müteala deyir, yox, mən səni imtihana çəkirəm bu dünyada. Görüm sən də onlara ürəyin, rəhmin gəlirmi? Sən ona verə bilirsənmi? Ya, yox. Baxın, Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam belə gözəl buyurur. Deyir, bu həyatdadır, yaxşı olar ki, hər zaman səhərdən axşama qədər yaşayanda Allahı zikr eləyəsən və hər anda bu dünyadan köçdüyü gözünün qabağına, hər an mən bu dünyadan köçə bilərəm, o cür yaşayasan. Demir, sən vahimə içində yaşayasan. Hər zaman biləsən ki, bu aldığım nəfəs geri dönməyə bilər. Və yaxud da verdiyim nəfəsi geri almaya bilərəm. Bu cür deyir, yaşasan, Allah Taala'nın buyurduğu Quran-ı Kərimin əsaslarına görə həyatını sürərsən. Və Allah Taala Quranda nə istəyirsə, mən müsəlman olaraq nə etməliyəmsə, mənim borcum nədir bir müsəlman kimi, onu anlayarsan. Onu anlayandan sonra nə xoş o insanın halına.
Nə gözəl olar ki, biz hamımız bir-birimizə dilimizlə deyirik mehriban olaq, o qəlbimizlə də o cür olsun. Nə gözəl olar. Baxın, alimlər buyururlar ki, insanın imtihanı nə zamandır bilirsiniz? İnsanın iç üzü o zaman açılır ki, yəni nəyə qadirdir, onun ürəyində nələr var və təkcə onun dilinə deyil. Bir insan gedir, əvvəl imkan, maddi cəhətdən imkanı yoxdursa, sonra edir imkan yaranandan sonra o insan ki çox imkanlı olur, o zaman o insana fikir verin, onun rəftarına, onun danışığına, onun özünü aparmağına və onun o imkanlı olan dəqiqələrdə necə özünü aparır. Bilin ki, kasıblıqda ki, o deyirdi ki, mənim imkanım olsa mən bu işi görərəm, mən bu cür nümunə olardım, mən Allah üçün xərcləyərdim, Allah yolunda olardım, kasıba əl tutardım, qonşularıma əl tutardım, ata-anama baxardım, kaş mənim də imkanım olaydı, mən bu işlərdən eləyəydim. Deyir, ona imkan çatandan sonra o necə rəftar edirsə, bil ki, elə onun kasıblıq vaxtında da onun ürəyində olan, onun həqiqəti o cür idi. Sadəcə olaraq imkan, vəzifə ona çatandan sonra onun maskalandığı, belə deyə də gizlətdiyi o iç aləmi, həqiqəti biruzə verdi. O zaman biruzə verdi. O əvvəl də belə idi. Amma yoxluq idi. Yoxluq olduğu üçün maskalanmışdır. Özünü o gözəl sözlərlə bürümüşdür. Elə ki oldu, görürsən ki, çıxır zahir olur bu cür. Mənim əzizlərim, sizə qurban. Nə qədər bu nəfəs gedib gəlirsə, Allah üçün çalışmaq və bu dünyamızı da abad etmək üçün çarəmiz Qur'andır. Elmlənməkdir, bir-birimizə dost olmaqdır, bir-birimizə mehriban olmaqdır, bir-birimizi əzizləmək, sevməkdir, həqiqət üçün çalışmaqdır və həqiqət yolunda hər kəs olsa, inanın ki, o ölkə inkişaf etmiş olar. Necə ki, 44 gündə bizim qeyrətli balalarımız, onlar əksəriyyəti Allah evlərindən çıxan qeyrətli balalardır, namuslu balalardır. Onlar vətən nə olduğunu bilirdilər, qeyrət nə olduğunu bilirdilər, namus nə olduğunu bilirdilər, Allah kəlamı nə olduğunu bilirdilər, Əhl-i Beytin nə olduğunu bilirdilər. Deyirlər, eybi yoxdur, mən bu cavan vaxtımda qoy vətən üçün, torpağım üçün, namusum üçün, mənim bu canımdan qan axsın, mənim vətənim azad olsun. Bu məscidlərdən tərbiyə almışdılar. Allah eşqi ilə onlar gediblər ki, Allah qoşunu gəlir, Peyğəmbər qoşunu gəlir, Əhl-i Beyt qoşunu gəlir, İmam Hüseyin qoşunu gəlir, Əbəlfəz qoşunu gəlir, Əmir-əl-Möminin qoşunu gəlir. Bu cür oldu. Bu məscidlər, çünki onlara verilən tərbiyə, vətən üçün, vətən sevgisi. Ona görə Allah Teala buyurur, insan nə qədər mənəviyyətli olarsa, nə qədər Qur'an-ı Kərimdən dərs oxuyarsa, yiyələnərsə ona, ondan sonra o nicat tapmışlardan olacaq. Peyğəmbər və Ali Peyğəmbər səlavat zikr edir. Allah-u Teala Müddəssir surəsinin 38-ci ayəsində buyurur, Qur'anında kullu nəfsin bima kəsəbət rəhinət. Hər kəs öz əməlinin girovundadır. Hər birimiz əməlimizin girovundayıq. Nə ediriksə, bəhrəsi də olar. Təkcə danışmaq kifayət etmir, əməl. Allah Müteal buyurur, danışmaq yetərli deyil. Ola bilər danışığınla kimlərisə aldada bilərsən. Hərəkətlərindən aldada bilərsən. Amma deyir ya Peyğəmbər, insanlara çatdır, kullu nəfsin bima kəsəbət rəhinət. Hər kəs öz əməlinin girovundadır. Mən əməl yaxşı eləyərəmsə, yaxşıdır. Əgər əməlim pis olarsa, Allah sevməyən olarsa, yenə də ki, o cür. Amma hər bir insan əməlinin girovudur. Mən nə etmişəmsə onu cavab verəcəm. Ona görə deyilir ki, imkan var. Allah Teala hər Ramazanda bu gözəl bir ayı qoyub, imkan, fürsət qapısı qoyub ki, bəndəsi qayıtsın Rəbbinə tərəf. Amma xalis bir niyyətlə qayıtsın.
Bu Ramazan ayı bütöv, sonra deyir 3 gecə qoymuşam. O 3 gecədə özü bağışlatdıra biləsən. Yalvarasan Allah'a. Və hətta hədis var. Həzreti Peyğəmbər əleyhissalatu vesselam buyurur ki, Ramazanın son 10 gecəsi əhya saxla, yəni oyan ol, yəni yan Allahla üzbəüz duaları et, həmsəna et, çağır Allah'ı, bağışlanmağı dilə. Çünki hər bir əməlin bir cavabı var. Kullu nəfsin bima kəsəbət rəhinətun. Kim nə kəsb edibsə, kim nəyin sahibi olubsa bu dünyada, hansı əməlin sahibi olubsa, mən nəyin sahibiyəmsə, onun deyir, girovundayam. Yəni onun cavabını verəcəm. Məni buraxmaz boşuna, səni buraxmaz boşuna. Nə qədər imkan var, nəfəs gedib, gəlir, fürsət var, görürük. Gəlirik Allah evinə, Allah sizdən razı olsun. Gəlmişsiniz, bəziyirsiniz bu Allah evini, Əhl-i Beytin qapısı. Bilirsiniz məqamımız nə qədərdir. Onu saymaqla, hesablamaqla mümkün deyil. İnşallah onun əvəzin qiyamətin günündə hər birimiz alacaq Allah'ın izni. Əvəzin Allah verəcək. Boşuna heç kimin. Hətta deyir, bəzi ayələr var ki, dünya və axirət verəcəm. Təkcə o dünya deyil ha. Deyir, dünya və axirət verəcəm. Bəhrəsini görəcəksiniz deyir bunu. Allah Teala hər birimizi öz qapısından binəsib geri qaytarmasın. Sonra buyurur, İllə əshabul yemin. Əvvəla buyurdu ki, hər bir bəndə, hər bir mümin, müsəlman öz əməlinin girovundadır. Sonra buyurur, İllə əshabul yemin. Yəni, o insanlar ki, qiyamət günündə əməlləri veriləcək, onların sağ əlinə, kitab onların sağ əlinə veriləcək. İlla deyir, o girovdan azad olanlar məhz onlardır. Kimlər ki, qiyamət günündə, hesab günündə əməl dəftəri onların sağ əlinə veriləcək, illah deyir, o girovdan azad olanlar məhz onlardır. Onlardan başqa qeyrisi deyil, Pərverdigar aləm. Biz gəlmişik sənin qapıva. İlahi, o xüsusiyyətləri bizim həyatımızda, bizim əməllərimizdə əks olsun. Biz də o cür ola bilək ki, qiyamətin günündə o hesabdan sonra əshabul yemindən ola bilək, ya Rəbbim. Nə xoş o insanın halına ki, onun əməl dəftəri qiyamətin günündə, o çətin gündə, o ağır gündə, o hesab günündə hər bir anımız belə zehnimizdən nə keçibsə, hər bir şeyin hesabı olan bir günündə hesab qutarandan sonra onun əməl dəftəri onun sağ əlinə verilsin. İlahi, sənə and verirəm İzzəti və sən özün demişsən ki, bu Ramazan ayı bir fürsət ayıdır. Ya Rəbbim Allah, biz də əllərimizi qaldırmışıq. O fürsətdən istifadə etmək üçün İlahi, əvvəla günahlarımızın üstündən əfv qələmin çəkkinə. İlahi, bizi bağışlamamış öz qapından ayrı salma. İlahi, o əməl dəftəri ki var, deyirsə əshabul yemin. Mahu və əshabul yemin. Heç bilirsiniz ki, əshabul yeminlər kimlərdir? İlahi, bizləri də o əshabul yemin, yəni əməl dəftəri sağ əlinə verənlərdən qərar verginə. İlahi, bizi bu dünya və ahirətdə binəsib qərar verməginə. Sonra buyurur, fi cənnati yetəsaalun, deyir, onlar cənnətlərdə deyir və bağların içində olarlar, deyir. Kimlər? Əshabul yemin, fi cənnatin yetəsaalun. Və bir-birindən onlar elə ki, cənnətə gedərlər, əshabul yemin, yetəsaalun, bir-birindən soruşarlar. Nəyi soruşarlar? Özü Qur'an-ı Kerim yenə buyurur, anil mücrimin, günahkarlar haqqında soruşarlar. Ma səlakakum fi səqar. Əzizlərim, sual verəcəklər ki, o cənnətə girənlər, əshabul yeminlər biri-birindən və deyə buyuracaqlar ki, anil mücrimin, günahkarlar haqqında, ma səlakakum fi səqar. Sizi səqərə aparan, o pis cəhənnəmə aparan nə oldu? Nə oldu ki, siz ora getdiniz? Sizin yeriniz ora oldu. Qalu ləm nəkum minəl musəllin. Bu bir. Diqqət edin, qutarıram inşallah. Birinci cavab verərlər günahkarlar, ləm nəkun minəl musəllin. Namaz qılanlardan olmadıq. Deməli, namaz birinci şərtdir. Namaz qılanlardan olmadıq. İndi namaz da gör necə namazda. Deməli, namazlarımızı da nə etməliyik? Daha mükəmməlləşdirməliyik. O namaz ki, qəbul olsun. Bir var ki, namaz tamamen qılmırsan, ləm nəkun minəl musəllin. Biz namaz qılanlardan olmadıq, bu bir. Ona görə səqərə düşdük, yəni cəhənnəmə düşdük. Qalu ləm nəkun minəl musəllin. Biz namaz qılanlardan olmadıq. Və ləm nəkun nut'imul miskin. Və imkanımız vardı.
Bizim qonşuda, qohumda, yaxında, tanıdığımızda bildiyimiz miskin vardı. Və ləm nəkum nut'imul miskin. Miskinədir, fəqirədir. Biz əlimizdə olan imkanımızdan vermədik. Birinci cəhənnəmə düşməyin şərtlərindən biri namaz qılmamaqdır. Sonra buyurur ki, nədir? Miskinə əl tutmamaqdır. Eləmədik bunu. Varımızdır imkanımız. Eləyə bilərdik ona bir gün yemək verək, 2 gün yemək verək. Əlimizdə bu imkan vardı. Amma onu etmədik. Qıymadıq ona. Qıymadığımız üçün də indi mükafatımız buradır. Allah Teala bizi burada cəhənnəmlə mükafatlandırdı. Çünki onu ağlar qoyduq, onu az qoyduq. O az yatdı, mən tox yatdım. O yemək tapa bilmədi, amma mən firavan yaşadım. Mənim əlimdə imkan var idi ki, israf etməyəm, ona da verəm. Amma mən bunu etmədim, qıymadım. Yəni, paxıllıq imkan vermədi, xəbislik imkan vermədi, nəfs-i əmmarə imkan vermədi. Mənə güc gəldi ki, bəs onu sayma, vermə ona. Kimdir ki, axı o? O da sənin kimi bir insandır, o da qazansın. Qazana bilirsə əgər, bu cür sənə nəfs-i əmmarə güc gəldi. Nəfs-i xəbis nəfs sənə güc gəldi. Amma eləyə bilərdin ona əl tutasan, ona verəsən, onu şad edəsən. Eləyə bilərdin, vermədi. Bu iki, və kunnə nəxudu mə'əl xaizin. Və kunnə nəxudu mə'əl xaizin. Biz elə ancaq deyil, həyatımızı keçirdik, kimlərlə? Vaxtımızı çox vaxt batil əhli ilə keçirdik. Batil əhli, batil əqidədə olanlarla. Deyil, vaxtımızı çox vaxt onlarla keçirdik. Kimlərlə? Batil əqidə sahibləri ilə. Biz həmişə onlarla olduq, onlarla çalışdıq, onların yanında olduq, hele onların vaxtımızı onlarla keçirdik. Və kunnə nukəzzibu biyevmiddin. Sonra deyir, insanlarla bu dünyada olanda və kunnə nukəzzibu biyevmiddin. Qiyamət günü haqqında eşidəndə hər zaman təkzib etdik o qiyamət gününü. Deyir, əşi, oradan kim qaydı be? Cənnət əhli cəhənnəm əhlindən soruşacağı deyir bu cür olacaq deyir əlaqə. Deyir, bu cür oldu, bir sadaladı və kunnə nukəzzibu biyevmiddin, təkzib etdi qiyamət gününü, hesab gününü, hətta ətanəl yəqin, hətta o vaxta qədər ki ömrümüz qutardı. Əzrail əleyhissalam canımızı qutardı, aldı bizdən, hətta ətanəl yəqin, ölüm bizi yaxalayandan qədər və o haqqı görəndən sonra ki bu dünyadan köçürük artıq, hər şey əlimizdən çıxır və Allahın buyurduğu Qur'an-ı Kərimdə haqq idi, Peyğəmbərlər haqq idi, Qur'an haqq idi, Allah kəlamı haqq idi, Əhl-i Beyt haqq demişdi. Mən bu cür olmalıydım, yolumu dəyişdim, nəfsim, şeytan mənə qələbə çaldı. Ta yəqinə çatana kimi, o aləmi görənə kimi, Əzrail gəlib canımı alana qədər, mən deyir, əksinə getdim deyir. Batil əqidə ilə oturub durdum. Amma siz Allahın güllərisiz. Siz inşallah, biz inşallah o da cərgədən deyilik. Və Allah Teala'nın an verə cəlal, izzəti, əzəməti xatirinə bizi o cərgədə olanlardan qərar verməsin. Bizi o əshab-ül yəmin, bağışlanmış insanlardan qərar versin. Bir daha günah etməməkdə hər birimizə kömək olsun. İlahi dualarımızı qəbul eyle. İlahi şəri xətanı üzerimizdən götür. İlahi şəhidlərimizin məqamı uzadır. Onları peyğəmbərlərlə və Kərbəla şəhidlərindən həmnişin qərar verdi. Pərverdigar aləm onların ailələrinə səbr ver. İlahi yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver. Ruzilərin bol qərar ver. İltimas edənlərimiz var. Ya Rəbbim Allah, özü üçün, balaları üçün, kimlərin ki nə iltiması var, qəlbindən nə keçirsə, ya Rəbbim Allah, sən onları bilirsən, onların həllində hər birinə kömək ol günə. İlahi, heç kimi öz evindən əliboş qaytarma. Bütün dualarımızın qəbulü üçün Peyğəmbər və Ali Peyğəmbər salavat zikr edin. Muhammed